Salam əzizlər, hörmətli izləyicilərimiz, xoş gördük sizlərin hər birini. Sizlər üçün Binə qəsəbəsində 190 nömrəli marşrutun son dayanacağından 200 metr məsafədə 6 qarajlı olan gözəl bir 3 otaqlı hazır evin inşallah çəkilişini sizlər üçün təqdim edəcəyik. Evimiz yerləşir Binə qəsəbəsində 190 nömrəli marşrutun son dayanacağından 200 metr məsafədə. Keçəcəyik inşallah evin həyəti ilə və özü ilə tanış olacağıq. Bəli izləyicilərimiz, evin həyatına daxil olduq. Göründüyü kimi ətrafında yeri var, arxa hissəsində yeri var, pəncərələr öz həyatına baxır. Keçən evimizin ilk öncə qaraj hissəsi ilə tanış olağın izləyicilərimiz. Göründüyü kimi keyfiyyətlə, beton kəmərlərlə tikilibdir. Yəni həqiqətən də çox keyfiyyətlidir. Üz görünüşündən tanış olduq, qaraj hissəsidir. Yəni iki maşın qarajına rahatçılıqla daxil olur. İndi isə sizləri yubatmadan keçəcəyik, inşallah evin içərisində tanış olacaq. Qiymət 65 minə deyilir. 65 minə deyilir. İnşallah gəlib evə baxış keçirir. Sahibi ilə görüşüb, qiymətində də razılaşmaq mümkündür. Keçən evin içərisinə. Bəli, evin ilk öncə xolu ilə, yəni koridoru ilə tanış olacaq. Tavanımızın işıqlanması figuruna kimi nəzərdə tutulmuşdur. Abo işlərimiz görülübdür. Bu hissəsində yerləşir sanuzel qovşağı. Sanuzel qovşağın aksesuarları ev sahibi tərəfindən təhvil veriləcək. Keçəcək yataq otaqlarına. Evimizin qiyməti 65 minə deyilir. 65 minə deyilir. İnşallah razılaşmaq mümkündür qiymətində. Allah alana da satana da xeyir versin. İkinci bir yataq otağı mətbağı ilə tanış olacaq. Belə bir görünüş, gözəl mətbağı mövcuddur. Keçən zalı ilə tanış olalım. Bu hissədə yerləşir evimizin zalı. Yəni belə bir gözəl, geniş zalımız mövcuddur. Evimizin listuruna kimi dəyərli izləyicilərimiz. Yəni tavanımızın figürü listuruna kimi, işıqlanmasına kimi, televizor attığına kimi. Bəli, bir daha qeyd edək. Binə qəsəbəsində 190 nömrəli marşrutun son dayanacağında yerləşir. Əsas yoldan 200 metr məsafədə, yəni 190 nömrəli marşrutdan 200 metr məsafədə yerləşir. 65 minə deyilir. Reyl alıcı ilə qiymətində razılaşmaq mümkündür. Əlaqə nömrələrimiz səhifədə qeyd olunmuşdur. Ətraflı məlumatlar üçün əlaqə saxlayın. Allah alana da, satana da xeyir versin.